Bugün martın 18-i Azərbaycanda 4-cü ilaxır çərşənbədir. Bugün su, ot və yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu torpaq çərşənbəsini qeyd edir. Ölkəmizdə torpaq çərşənbəsi hər il olduğu kimi bu ildə təntənəli qeyd olunur. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir. İlaxır çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpməyə başlayırlar. İnsanlar havanın mülayimləşməsinə, suların donunun açılmasına, çayların suyunun artmasına və torpağın canlanmasına sevinib, bu təbiət hadisələrinin hər birini müxtəlif mərasimlərlə qeyd edirlər. İlaxır çərşənbələr müxtəlif mərasim ənənələri ilə zəngindir. Ev adətləri ilə bağlı ən əsas adətlərdən biri ev təmizləmədir. Bəzi yerlərdə buna ev atdı deyirlər. Torpaq çərşənbəsində həyat bacalarda tonqal qalanır, hər bir evdə xonçalar bəzənir, bayram süfrəsi açılır. Həmin gün küslülər barışmalıdırlar. Qapı pusma, evdə ailə üzvlərinin hər birinin adına niyyət tutub şam yandırma, qonşularla, qohumlarla bayramlaşma və bir çox adət-ənənələr bu gün də yaşadılır. Yeni Azərbaycan TV-nin dəyərli izləyiciləri, xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan İlaxır çərşənbəniz mübarək olsun.